Yusuf müəllim, bir daha salam aleyküm. Yine bayram ərəfəsində görüşürük. Bir daha bayramınız mübarək olsun. Yusuf müəllim, sualı bilmirəm bu dəfə necə qoyaq. Hər bir adamın içindən nəyisə bölüşmək keçir. Hansısa bir gözəlliyi bəlkə də özündən aparmaq istəmir. İstəyir nəsə, hamı nəyisə bilsin və yaxud da ki, özünün bir fəxrlədiyi bir həyat məqamları var. Və yaxud ruhani dillə desək, deyirlər ki, bugün namaza oturanda elə otur ki, elə bil ki, qalxan kimi artıq bu sənin son anın olacaq. Və bu ərəfədə Allah qarşısında və ya bəndə qarşısında yaşadığın hansı gözəl anları xatırlayıb şükür eləmək istəyirsən, hansı sıxıntılar var həyatda, bəzən insanın yarımçıq işləri var, deyirsən Allah mənə möhlət versə bunu eləyərdim. Və yaxud deyirsən ki, dostlarım ya əzizlərim yaxınımda olsa, yaşadığım anlarından bu gözəlliklər, bu məsləhətləri sözləri deyərdim, ona məsləhət verərdim. Bax, indi elə bil ki, yaxşı mənada hesabatınızı mı yazırsınız, ya Allahla üzrə oturub, ya da ki, öz vicdanınız qarşısında oturub, əzizləriniz qarşısında oturub, keçmişinizə bir səyahət eləyirsiniz. Xoşunuza gələn, ürəyinizdə olan həyatda nələr oldu, hansı problemləriniz əlində yarımçıq qaldı və ümumiyyətlə bu yaşa kimi gələndə yaxşı, pis nələri gördünüz, gələcək nəslə hansı tövsiyələr deyərdiniz? Mən öncə onu demək istəyirəm ki, verdiyim suallara görə sizə öz minnətdarlığımı bildirirəm. Mənim həyatda uca Tanrıya borcum var. Uca Tanrının insanlara verdiyi ömrə borcum var. Ümumiyyətlə, adətən insanlara əməli fəaliyyətinə görə qiymət verməkdir. Lakin cəmiyyətdə elə hadisələr, elə anlar olur ki, insan olduğu kimi görünə bilmir və yaxud göründüyü kimi ola bilmir. Uca Tanrı hər bir bəndəsini yaradanda onun urzusunu da, onun həyatını da, taleyini də Uca Tanrı yazır. Uca Tanrı bəxş edir. Məni istəyən adamlar və mən istədiyim adam yalnız Uca Tanrıya borçlu ola bilər. İşdə çətinlik də ola bilər. İşdə nailiyyətlər də əldə etmiş olarsan. İşdə uğursuzluğa da düçar ola bilərsən. Bunun hamısını Uca Tanrı bəndəsini yaradanda onun alnına yazıb deyirlər. Mən həyatım boyu Uca Tanrıdan aldığım tərbiyədən valideynlərimə borçluyam, onların mənə verdiyi tərbiyə borçluyam, müəllimlərimə borçluyam, işlədiyim kollektivin haqq ədaləti dərk edənlərinə borçluyam və mənim heç kimdən narazılığım yoxdur. O adamlardan narazıyam ki, özünü, öz ailəsini, öz evlatlarını hamıdan uca görmək istəyir. Amma o ucalığı, o görüntünü Uca Tanrı verir. Biz yalnız keçdiyim yolda şəxsən özümə borc bilirəm ki, mən Uca Tanrıya, valideynlərimə, müəllimlərimə borçluyam. Nə etmişəmsə, onların gücü hesabına, onların tərbiyə hesabına görmüşəm. Qaldı ki, cəmiyyətdir, hansı əsrdən bəri hər bir bəndə dünyaya gələndə onun alın yanlısını Uca Tanrı görür və onun valideynlərini görür. Mən onu bilirəm ki, mənim atamın bir yaşı olanda atası rəhmətə gedir. Atam 6 oğul, 2 qız atası olur. Anam da bizim genetik embriyon tərbiyəçimiz olur.
atamın bir sözü heç vaxt yadımdan çıxmır. Uşaqlar külfət ailə idik. Yəni, atam bizə tapşırardı ki, olmaya, bilməyə, əlinizi harama uzadarsınız. Qismətinizdə nə varsa, o da olmalıdır. Nəyəsə nail olun deyə, heç kimin bağına, heç kimin ailəsinə xeyir verə bilmirsənsə, ziyan deyilmə. Halal qismətin nədirsə, onu da görəcəksin. Və belə də oldu. Mənim taleyimdə 14 iyun 1969-cu ildə mən Gədəbəy rayonunun Sovet Ukraynası adına kolxozuna sıravi kolxozçu qəbul olundum. Öz arzum isə həkim olmaq idi. Konkursa düşdüm. Sonra eyni fənlərdən imtahan olacaq deyə mən Azərbaycan Kənd Təsərrüfatı İnstitutuna iş verdim və qəbul oldum. Oranı müvəffəqiyyətlə qurtardıqdan sonra mən aldığım ixtisas üzrə 3-cü kursdan sonra Gədəbəy rayonunun Kirov adına, indiki son devirdə Koroğlu adına kolxozda əmək fəaliyyətinə başladım. Bu əmək fəaliyyəti məni gətirdi, bu günə çıxardı. Və nə bu günümdən nə razıyam, nə keçən günlərimdən. Valideynlərimə borçluyam, uca Tanrıya borçluyam, rəhbərlərimə borçluyam. Rəhbər bir nəfərdir və onun kollektivi böyükdür. Böyüyün də böyük dərdi olur, böyük düşüncəsi olur, böyük tapşırıqları olur. Mən həmişə çalışdım ki, özümə aid olan işə, heç kimin qarşısında məni xəcalət eləməsin, sikdirməsin. Həyatım boyu 52 il işləmişəm, bir dənə rəhbərdən, necə deyir, incimək sözündə işləməmişəm. Ki, Yusuf müəllim, siz filan şeydir, məsələdə, filan əmək fəaliyyətində filan səhvi etmişsiniz. Yəni, səhvsiz, nöqsansız insan yoxdur mən biləyim. Bəzi adama deyəndə, nə danışırsan, belə şey olur, müəllim. Xeyr, mən onu görmüşəm ki, uca tanrısına, rəhbərinə, valideyninə, rəhbərinə sədaqətli olan adam və halallıqla yaşayan adam heç vaxtı pisilmir. Bu Novruz günündə, bayram günündə sizi də həmçinin məni düşüncəli bir insan kimi sizi başa düşürəm və sizə də deyirəm ki, uca tanrı yanında, rəhbər yanında, valideyn yanında heç vaxt alnı kölgəli olmur. Həmişə alnınız açıq olsun, yeni Azərbaycan xalqına, Azərbaycan dövlətinə yeni uğurlar gətirsin. Diqqətinizə görə sağ olun.